Sinema Radio, Sinema Radio. Bəli, əziz dinləyicilər və tamaşaçılar, Sinema Radio, Kino Radio kanalının xüsusi buraxılışı efirdədir və ənənələrdən bir qədər kənara çıxaraq bu dəfə təqdimatı mən edəcəm və coğrafiyamız bir qədər bizdən uzaqadır. Söhbət Cənub-Şərqi Asiyadan, daha dəqiq desək Cənubi Koreyadan gedir. Mən Cənub-Şərqi Asiya ölkələri kinosunu hər zaman maraqla izləyirəm və Cənub-Şərqi Asiya ölkələri kinosunun dünya ekranında, xüsusilə də beynəlxalq film festivallarında qazandığı uğurlar çox vaxt elə o ölkələrin kinematografiyası kimi sirli və mistik bir xarakterə malik olur. Biz anons vermişdik, postlar yerləşdirmişdik 1-2 ay yarım bundan əvvəl ki, İtaliyada keçiriləcək Cənubi Koreya Film Festivalında ilk dəfə olaraq biz akreditasiya almışıq. Onu qeyd edim ki, bizim Sinema Radio, Kino Radio kanalının təbii ki, ilk xarici coğrafiya deyək, haqda xarici coğrafiya kinematografiyasından bəhs edən verilişi olmasa da, amma tamamilə yeni bir yanaşmadır və Azərbaycanın çox məşhur bir jurnalisti, radio jurnalisti, hazırda isə İtaliyada yaşayan dostumuz, həmkarımız Sevda xanım Güləhmədova həmin festivalda, Florensiyada keçirilmiş festivalda akreditasiya aldı və Sinema Radio, Kino Radio kanalını təmsil etdi. Bir təcrübə idi, amma məncə pis alınmadı. İndi istəyirik o təcrübəni özü bizimlə bölüşsün. Sevda, hər vaxtın xeyir olsun. Hər vaxtın xeyir olsun Kamran və təşəkkür edirəm bu fürsət üçün. Sizi İtaliyada təmsil etmə imkanı yaratdığınız üçün, yəni həm həvəskar belə deyək olaraq, həm professional olaraq qatıldım bu festivala və bu şans üçün sizə Sinema Radio, Azərnew Media xüsusi təşəkkürlər. Sevda, belə deyək də, yəni mövzumuz çox genişdir. Ümumiyyətlə İtaliyada Cənubi Koreya Film Festivalının keçirilməsi əslində maraqlı hadisədir. Fərqli coğrafiyalardır. Yəni bir-birindən uzaq ərazilərdir. Amma gəl belə danışaq da, neçə ildir bu festival keçirilir? Təzad yaradır. Təzad yaradır. Koreya və İtaliya, üstəlik Florensiya. Sevda, bax, sən bu festivalı araşdırdın. Zərurət nədən yarandı ki, Cənubi Koreyalılar o boyda yolu da gəliblər Apenin yarımadasına və orada deməli festival keçirirlər? Əslində mənim üçün də bu bir yenilik oldu. Baxmayaraq ki, artıq bu 24-cü festival idi və hətta xatırlayıram, biz İtaliyaya köçəndə mən 2018-ci ildə Florensiyada yaşamışam, amma o festival barədə yəni heç eşitməmişdim. Bəlkə son il ərzində Koreya kinosuna marağım artdığı üçün bu xəbər məni xüsusi cəlb elədi və festivalın tarixini artıq öyrəndikcə başa düşürsən ki, həqiqətən zərurət varmış burada. Yəni çox məqamlar var. Yəni xüsusilə Florensiya bir mədəni mərkəzdir. Yəni memarlıq baxımından olsun, tarix baxımından olsun, elm baxımından olsun, intibahın beşiyidir və belə bir mərkəzdə kino festivalının keçirilməsi mənə elə gəlir ki, gözəl bir təşəbbüsdür. Açıq bir muzeydə, necə deyirlər, bir kinoteatr təşkil olunur və bu kinoteatrda çox maraqlı, yəni Cənubi Koreya kinematografiyası üzərində diskussiyalar aparılır. Hər halda Koreyalılara maraq, yəni təsadüfən yaransa da, bu festivalın tarixçəsini birazdan biz daha belə deyək də təşəbbüskardan daha ətraflı eşidə biləcəyik, amma yəni belə deyək, zərurət ondan irəli gəldi ki, Florensiya publikası xüsusilə bu yeniliklərə, innovasiyalara, yeni trendlərə, üstəlik kinematografiyada yeni trendlərə çox açıqdır, çox maraqlıdır. Düşünürəm ki, Koreya kinosunu özəl edən həm də onun müəllif kinosu olmasıdır ki, İtalyan kinosunun da bilirsiniz ki, çox dərin tarixi var. Yəni ümumiyyətlə Avropada İtaliya olsun, Fransa və Danimarka xüsusilə bu mövzuda seçilir və yaxşı kinoya düşünürəm ki, dəyər verə bilirlər. Yaxşı kinonu belə deyək də anlaya bilirlər. Ümumiyyətlə bu düşünürəm ki, nüanslar festivalı
yəni uzun müddətli ənənəyə çevirə bildi və üstəlik bilirsiniz təşkilatçıların da üzərinə çox maraqlı bir iş düşüb. Yəni bunu çox gözəl şəkildə təşkil eləyə bilirlər və artıq bu festivalı sevdirə biliblər. Hətta Florensiya Cənubi Koreya kinosunun Avropa paytaxtı adlandırılıb. Yəni bunu da qeyd eləmək olar. Yəni xüsusi bu festival üçün çox yerlərdən bura insanlar gəlirlər. Sevda, əvvəldən başlayaq. Lap əvvəldən. Yəni sənin iştirakının olduğu buraxılışdan. Biz adətən belə deyirik də, edition, yəni hərfi tərcümədə buraxılışdır. Mən onun hələ ki başqa bir qarşılığını tapmamışam. Hər şey mətbuat konfransından başladı, düzdür? Yəni mən istəyirəm ki, sənin mətbuat konfransından sonra festivalın direktoru ilə bir müsahibən oldu, səhv eləmirəmsə. Yəni o materiallar bizdə var. Və mən bilirəm ki, sən necə həssaslıqla onları bizə göndərirdin. Amma gəl ondan bir balaca bir o müsahibəni təqdim edək. Əgər bizdə hazırdırsa, elə indi təqdim edək və daha sonra dərhal buradan söhbətimizə qayıdaq. Cinema Radio. Da quel momento io ho iniziato appunto a fare ogni anno sempre di più il festival. Cənubi Koreyaya həsr olunmuş festival 2003-cü ildə və əslində yalnız bir il davam etməsi planlaşdırılan bir kino silsiləsi kimi yarandı. O zaman televiziyada bir Koreya filmi izləmək məndə böyük maraq oyatdı. Həmin an öz-özümə düşündüm. Niyə biz Koreya kinosu və ümumiyyətlə Koreya haqqında danışmırıq? Məhz o nöqtədən etibarən bu layihəyə başladım. Sonradan bu təşəbbüs festivala çevrildi. Hələ Netflix serialları yox ikən Toskana və İtaliya tamaşaçısının Koreya filmlərinə və qısa metrajlı ekran işlərinə olan marağının getdikcə artdığının şahidi oldum. Koreya kinematografiyasının necə yarandığını daha yaxından tanımaq üçün rejissorları festivallara dəvət etməyə başladıq. İlk dəfə iki rejissoru Kim Jae-woon və Song Gon'u qonaq etdik. O vaxtdan bəri hər il festival təşkil edirik. Tədbirimiz ildən ilə böyüyür və iştirakçıların sayı durmadan artır. Con sempre più partecipanti. Koreyalı kino mütəxəssisləri beynəlxalq əməkdaşlığa nə dərəcədə açıqdılar? Coreani sono molto aperti appunto anche ad avere rapporti Koreyalılar kino istehsalı sahəsində əməkdaşlıqlara çox açıqdılar. Əvvəldə qeyd etdiyim kimi, Koreya kinosunun tanınmış simalarını, həm aktyorları, həm də rejissorları dəvət etmək imkanlarımız var və onlar beynəlxalq festivallarda iştirak etməyə böyük maraq göstərirlər. Onlar hər zaman Cannes, Berlin, Venesiya kimi böyük festivallara qatılırlar. Lakin Koreya kinosunun İtaliya və Avropada təbliği baxımından bizimki kimi festivalları da çox bəyənirlər. Festival come il nostro proprio per la promozione del cinema coreano in Italia e in Europa. 2000-ci illərin əvvəlləri ilə müqayisədə bu gün festival proqramı üçün yüksək keyfiyyətli filmlər seçmək çətinləşibmi? No, dunque, le qualità del cinema, delle produzioni coreane sono sempre molto... Koreyada kino istehsalının keyfiyyəti hər zaman çox yüksəkdir. Filmlərin həm vizual görüntüsü, həm də süjet xətti böyük maraq doğurur. Təbii ki, bu filmlərdəki hekayələrin mərkəzində Koreya ənənələri dayanır. Bununla belə texniki icra və ssenari quruluşu beynəlxalq səviyyədə, hətta Hollywood filmləri standartındadır. Lakin ruh etibarilə bu hekayələr tamamilə Koreyanın daxili aləmini və mahiyyətini təşkil edir. Come può essere un film hollywoodiano, però naturalmente la storia è molto all'interno della Corea. Cinema Radio. Bəli, Sevda, əslində verilişimizin dinamikası ürək ritminə uyğun olaraq gedir. Yəni belə deyək də monoton deyil və bu ziqzaqların çox böyük bir faydası var dinləyicilərimiz üçün də. Çünki həm maarifləndirici məlumatlar əldə edirlər, həm də biz faktiki olaraq bu gün Koreya kinosunun, Cənubi Koreya kinosunu bir mənzərəsini təqdim etmiş oluruq. Çox maraqlı insanlarla orada tanış oldum və onlardan biri hətta bu kitabını da əldə elədim. Katerina Leverani kino tənqidçisidir. Bu kitabda xüsusilə qadın nöqteyi nəzərdən Koreya kinosu, Lady Cinema Koreyaya gedir, yəni özünün araşdırdığı belə deyək də məlumatlar əsasında Koreya kinosu haqqında bir maraqlı bələdçi yəni rolunu oynaya biləcək kitab təqdim eləyib. Yəni onun fikirləri vardı. Düşünürəm ki,
Koreya və İtaliya kinosunu nə bağlayır? Koreya mütəxəssisləri, kino mütəxəssisləri nə dərəcədə açıqdırlar əməkdaşlığa? Bütün bu sualları biz eyni zamanda Katerina Leverani kinoşünasa da yönəltdik. Cinema Radio. Allora, il Florence Korea Film Fest svolge un ruolo veramente importante nella diffusione Florensiya Koreya Film Festivalı Koreya film mədəniyyətinin Avropada, eləcə də dünyada yayılmasında çox mühüm rol oynayır. Çünki tamamilə Cənubi Koreya kinematografiyasına həsr edilmiş ilk kino festivalıdır. Artıq 24 yaşına çatıb. Həqiqətən də fundamental rol oynayır. Hər il İtaliyadan kənar çox insan festivalımızı ziyarət edir. Məncə, İtalyan tamaşaçıları çox tələbkardılar. Biz böyük kinematografik ənənələrə malik bir millətik. Bizdə neorealizm var. Bizdə İtalyan üslublu komediya, polis dramı var. Bir sözlə, kinomuz DNT-mizdədir və Cənubi Koreya kinematografiyası təbii olaraq daha çox maraqlanan, getdikcə daha çox bəyəndiklərini seçə bilən auditoriyanın ehtiyaclarına cavab verir. Və Cənubi Koreyanın hər il təqdim etdiyi filmlər arasında həmişə yeni marağa səbəb ola biləcək xüsusi filmlər yer alır. Yeri gəlmişkən, televiziyanın film istehsalının ardıcılığı da buna çox kömək edir. Bu il əməkdaşlıq etdiyimiz müəlliflər, festival proqramının iştirakçıları olan qonaqlarımız sosial problemlərə, onların mədəni fərqlərinə çox maraq göstərirlər. Bu baxımdan bu axşam nümayiş etdirdiyimiz film çox önəmlidir. People and Meat ailə şəbəkəsinə sahib olmayan, yetkin bir dövrdə aralarında sıfırdan bir doğma münasibət yaradan yaşlı insanlardan bəhs edir. Məncə, bu, dünyada olduqca yayğın bir problemdir. Xüsusən də irəliləyən və tez-tez zəif insanları geridə qoyan qloballaşan bir cəmiyyətdə. Məsələn, gənclər, travma keçirmiş ailə üzvləri, özünü fərqli hiss edənlər. Koreya kinosu həmişə realizm təklif edib. Mövzular qeyri-ənənəvi olsa belə və ya janrdan güclü təsirlənsə belə, bunun altında həmişə biraz qəddar olsa da, böyük bir realizm var idi. Buna nümunə olaraq bir neçə il əvvəl çıxan Parazit filmidir. Filmin özəlliyi qatı da olsa, çox real bir sosial mövzunun göstərilməsi ilə yanaşı, həm də estetik cəhətdən gözəl, həm də çox yaxşı yazılmış bir komediya janrı yaratmaq idi. Koreya kinosunun sirri onun müəlliflərin yazı qabiliyyətində və realizmi, hətta ən müxtəlif kontekstlərə daxil etmək bacarığındadır. Hazırda bildiyimiz yumuşaq güc çox vacib siyasi və sosial vasitədir. Hökumətin dəstəyi, çox güclü təşviqi və ən məşhur və istedadlı aktyorların Koreyanın öz brendi kimi seçilməsi ilə bu qədər bədii və kinematografik əyləncə məzmununun çatdırılması şübhəsiz ki, Böyük Koreyanın tanınması istiqamətində bir məlumatlılıq gətirir. Koreyanın xaricdə dərindən tanınması uğur qazanmış və mübarizəsini davam etdirən bir ölkənin bir növ mədəni modelidir. Dünyanın hər yerində Koreya kinosuna artan maraq, belə desək, bunun keçici bir fenomen olmadığını, uzun müddət qalacaq bir şey olduğunu nümayiş etdirir. Bir çox insan üçün bu bir ilham mənbəyi modelidir. Il cinema coreano è diventato molto più famoso. Koreya kinosu daha çox məşhurlaşıb. Beləliklə izləyici kütləsi də, insanların Koreya kinosuna yanaşması da dəyişib. Bundan əlavə festival da çox böyüyüb, yer dəyişib və daha çox maraq cəlb edir. Sözsüz ki, Parazitdən sonra, Oscardan sonra Koreya kinosu daha çox baxış əldə etdi. Beynəlxalq müstəvidə daha çox uğur qazandı. Mənə elə gəlir ki, Koreya kinosu elə bir xüsusiyyətə malikdir ki, dünyanın qalan hissəsində o yoxdur. O iki mədəniyyəti birləşdirir. Koreya və eyni zamanda beynəlxalq. Elə bir məzmunu var ki, hamının xoşuna gəlir. Yəni fərqli tamaşaçıların da diqqətini oxşuyur. Məhz bu səbəbdən düşünürəm ki, Koreya kinosu digər ölkələrin qazana bilmədiyi uğuru qazana bilib. Düşünürəm ki, Koreya kinematografiyası son illər çox dəyişib, inkişaf edib. Hər şeydən əvvəl bu təkamül həm də çoxlu beynəlxalq iqtisadi gəlir gətirir. Ona görə bu tendensiya davam edəcək. Bu Koreyalılar üçün də bir challenge-dır, meydan oxumaqdır. Bunun necə dəyişəcəyini və ya həmişə müsbət istiqamətdə dəyişib dəyişməyəcəyini bilmirəm. Belə deyək, mütləq ki, müsbət bir təkamül var. Amma son illərdə həm də Koreya kino sənayesi bir qədər çətinlik içindədir. Bəlkə də qlobal platformalar üzündən. Cinema Radio. Sevda, master-klassdan danışaq. Bu festivalın tərkib hissəsi idi. Ümumiyyətlə, festivallarda ustad dərsləri olur da. Yəni, mən bilirəm ki, bu workshoplar əslində vitrin xarakteri daşıyır. Bəs sən həmin bu festivalda, Florensiyada, vitrində nələr gördün?
Əslində masterclass təcrübəsi mənim üçün ilk dəfə idi və yeri gəlmişkən mətbuat konfransında eşitdiyim məlumatlara əsaslansam, hətta workshoplar da ilk dəfə festivalın tarixində keçirilirdi. Çox maraqlı bir təcrübə idi. Burada yəni çox fəxri qonaqlar arasında şübhəsiz ki, ən vacib hadisə məşhur, dünyaca məşhur aktyor Gonyunun iştirakı idi. Onun üçün də belə əlamətdar bir tarix idi. Onun bir çox retrospektiv filmləri nümayiş olundu. Yəni onun masterclassı inanın ki, biletlər bir neçə dəqiqə ərzində, yəni hamısı satılmışdı. Böyük bir hadisə idi. İtaliya üçün, Florensiya üçün və təşkilatçılar özləri belə bunu gözləmirdi. Yəni bunun bu haqqda mən bəlkə də sonda daha çox danışaram. Çünki mənim üçün Gonyu xüsusi bir əhəmiyyət daşıyan bir aktordur və bəlkə də Koreya kinosunu mənə sevdirən bir aktordur. Amma masterclasslar arasında məsələn iki diqqətimi çəkən məsələn workshoplar oldu. Onlardan biri deməli məşhur bəstəkar, hətta Koreyanın Ennio Morricone'si adlandırılan Cho Song-woo'nun Sükutdan səhnəyə adlı masterclass oldu. Sinema Radyo. Sinema Radyo. Orada professionallar da dəvət almışdı. Hətta maraqlı bir eksperiment apardılar. Düşünün ki, onun bəstələdiyi bir süjetə, yəni süjetə olan musiqiyə İtaliyalı bəstəkarlar öz ideyalarını təqdim elədilər və bəstəkar məsələn İtalyan musiqiçilərin bu ideyalarını eşidəndə özü məhəttər qaldı. Dedi ki, mən burada olsam yəqin ki, işsiz qalaram. Yəni həqiqətən çox maraqlı bir təcrübə idi. Eyni kadra müxtəlif yanaşmadan musiqilər bu həqiqətən çox faydalı ola biləcək bir təşəbbüs idi. Amma həmçinin də ümumiyyətlə Koreya kinosunda musiqi hansı rolu oynayır? Bu çox vacib məqamdır. Çünki Koreya kinosunu dəyərləndirənlər bilirlər ki, bu soundtrack mövzusunda, musiqi tərtibatı mövzusunda çox yüksək keyfiyyətli işlər təqdim edə bilirlər. Yəni istənilən janrda olan filmlər üçün mən çox bəyənirəm, bir həvəskar kimi çox bəyənirəm. Sən peşəkar kimi danışsan indi. Sən də peşəkar kimi danışırsan. Yəni həvəskar kimi xahiş edirəm, özünü sorğulama. Hər halda 25 il radioda çalışmışam və yəni ən azından Ağı-qaradan notları bilirsən. Həqiqətən anlaya bilirəm. Yəni biraz məsələn musiqinin yaranması, rejissorla yəni kompozitorun işbirliyi, kimin daha çox rol oynaması, diktə etməsi, bu prosesin necə baş verməsi, yəni çox maraqlı orada nüanslar, kino istehsalçıları üçün nüanslar səsləndi, amma eyni zamanda bu masterclassda biraz Koreya kinosunun bugünkü vəziyyəti ilə bağlı narahat edici bəzi məqamlar da səsləndi. Məsələn, öz kolleqalarından danışdı Cho Song-woon və qeyd elədi ki, 30 ildir ki, mən bu işlə məşğul oluram, amma ilk ildir ki, mən Koreyada kino sahəsində bir qədər böhranı sezməyə, hiss eləməyə başlamışam. Hətta dedi ki, yəni kino bəstəkarlar işsiz qalıblar. Masterclassla bağlı diqqətimi çəkən daha bir maraqlı təşəbbüs oldu. Florensiyanın deməli Pops orkestri var və onlar ancaq kino üçün bəstələnən musiqini ifa eləyirlər və onlar həmin bu Koreyanın məşhur Ennio Morricone adlandırılan bəstəkarla birgə hətta bağlanış mərasimində xüsusi bir konsert də təşkil eləmişdilər. Yəni mən məsələn sırf kino musiqisini ifa edən orkestr barədə ilk dəfə eşidirdim. Yəni bu da çox maraqlı məqam
məqamı idi və master klassda yəni diqqətimi çəkən digər məsələ web tunistlərin dəvət olunması idi. Bu çox belə son zamanlar məşhur bir peşədir. Hətta deyirlər ki, çox zəngin yəni peşə sahibləridirlər. Bilirsiniz də, komikslərin digital versiyasıdır. Vertikal şəkildə yəni onlar hazırlanır və həmin bax bu iki mütəxəssis, Koreyalı mütəxəssis prosesin yəni necə getməsindən onlar biraz insan orkestri rolu oynayırlar da. Komiklərdə biraz fərqlidir, amma bu insanlar hər şeyi özləri eləyirlər və daimi olaraq publika ilə ünsiyyətdədirlər. Hətta publika süjetin dəyişməsinə də təsir eləyə bilir, o məzmununa da təsir. Yəni bu baxımdan da Florensiyada mövcud olan Nemo Akademiyası, hansı ki festivalın prezentasiya filmini də animasiyadan hazırlanmışdı. Onların birgə çox maraqlı belə workshopları oldu. Düşünürəm ki, bu da faydalı bir təcrübə idi. Bir suala da istəyirəm cavab verəsən. Ümumiyyətlə Koreyada belə deyək, mövzular. Açılış filmi Yang Jong-hyun'un iştirakı ilə olan rejissor, daha doğrusu onun çəkdiyi People and Meat filmi idi. Sinema Radyo. 영화를 봐주셔서 감사합니다라고 해야 되나? Salam, mən People and Meat filminin rejissoruyam. Təşəkkür edirəm ki, filmimizə baxdınız. Eşitmişəm ki, Azərbaycanda yaşam çox gözəldir. Bir gün ölkənizi ziyarət etmək istəyərdim. Müstəqil və böyük transmilli şirkətlərdən asılı olan filmləri faiz etibarilə müqayisə edəndə kommersiya filmlərini, yəni müstəqil kino istehsalının sayı daha çoxdur. 9 müstəqil, 1 asılı. Kifayət qədər göstərir. Bəli, xüsusilə kino istehsalatı zamanı bu dəstək mövcuddur. Amma filmin təşviqatına növbə çatanda məsələ çətinləşir. Mənim üçün də narahat edici məqamdır. Təəssüf ki, gələcəyi təxmin edə bilmərik, bilə bilmərəm. Mövcud böyük uğurları nəzərə alaraq növbəti 10 il ərzində ən azından eyni səviyyəni qoruya bilərik deyə düşünürəm. Bəli, müxtəlif formlarda süni intellektdən istifadə olunur. Ancaq bizim tərcihimiz ondan yalnız ehtiyac olduqda istifadə etməkdir. Yəni, insan edə biləcəyinə toxunmamaqdır. Sinema Radyo. Hansı mövzular maraqlandırır Koreyalıları? Əslində bu film həqiqətən yəni elə bir məqamlar var idi ki, mən ayağa qalxıb bəzi epizodlarda yəni o alqışlamaq istəyirdim. Yəni həm operator işi, həm aktyor işini, həm rejissor fikirlərini. Yəni həqiqətən çox isti qarşılandı bu film İtalyan publikası tərəfindən. Yəni sosial və ailə münasibətləri mövzusunda bu yəqin ki, hər zaman aktual qalacaq və elə İtalyan tamaşaçısına da maraqlı ola biləcək bir mövzudur. Bu filmdə komediya məqamları çox idi. Söhbət yaşlı insanlardan gedir, amma burada yaşlılıqdan, ağıllılıqdan getmirdi söhbət. Sadəcə bilirsiniz necə, yəni daha çox dostluqdan gedirdi söhbət ki, insanlar bütün çətinliklərə, yalnız qalmasına baxmayaraq yenə də dostluğu seçib həyatdan zövq almağa və bax bu cür belə ət yeməyə, bərabər ət yeməyə gedirdilər. Yəni və təsəvvür edin ki, yeyib qaçırdılar. Yəni heç vaxt ödəniş eləmirdilər. Vegetarianlar bu filmləri sevməyəcək. Bu çox maraqlıdır. Hətta rejissor söylədi ki, yəni bir İtalyanlı məndən soruşdu ki, siz də yaşlananda bunu eləyərdiniz, buna cəhd edərdiniz, niyə də yox? Doğrudan da çox maraqlı idi. Yəni baxmağa dəyər bir filmdir və yəni bu mövzular həqiqətən düşünürəm ki, həmişə aktual olacaq. Yəni daha çox ailə münasibətləri, yalnızlıq, həyatın mənası, həyatdan zövq alma, bu əslində mənə də Koreya kinosunu sevdirən məqamlardan biridir. Mən çox da belə action janrını sevmirəm və ya thrillerləri sevmirəm. Halbuki thriller mövzusunda Koreya rejissorları böyük bir uğura imza atıblar. Çox yəni filmlər beynəlxalq kino festivallarda mükafatlanıblar. Hətta bilirəm ki, Oldboy filmi, yəni məşhur bir filmdir, Cannes festivalında Grand Prix qazanmışdı. Quentin Tarantino tərəfindən çox bəyənilmişdi. Yəni hətta Tarantino belə Koreya kinosuna üstünlük verir, sevir və qiymətləndirir. Və yeri gəlmişkən həmin bu filmin rejissoru bu il Cannes kino festivalında müsiflər heyətinin rəhbəri seçilib. Yəni bu çox düşünürəm ki, böyük bir göstəricidir. Koreya
kinematografiyasının nə dərəcədə əhəmiyyətli olması və Juliette Binoche əvəz edə biləcək bir insanın Koreyalı olması. Yeri gəlmişkən Juliette Binoche Avropa Kino Akademiyasının prezidentidir. Ötən il o seçilib və mən akademiyanın, yəni Azərbaycandan 21 nəfər akademiyanın üzvü var. Onlardan biri də mənəm və Juliette Binoche bugün Avropanın artıq kino sənayesində, daha doğrusu akademiya, yəni kino akademiya hərəkatında bir simah kimi qəbul olunur. Təbii ki, onun backgroundunda böyük bir təcrübəsi var, kino təcrübəsi var, çəkildiyi rollar var və bu ona imkan yaradır ki, artıq yeni bir leveldə, yeni bir mərhələdə Juliette Binoche özünü həm də Avropa Kino Akademiyasının bir prezidenti kimi nümayiş etdirdi. Və yeri gəlmişkən mən buradan keçid edirəm Almaniyaya. Bu ilin fevral ayında Berlin Beynəlxalq Film Festivalı keçirildi. Ümumiyyətlə A kateqoriyalı festivallarda bir festivallar təqvimlər üzrə müəyyənləşir. Yəni fevraldan başlayır Berlin Film Festivalından və noyabra qədər davam edir. Düzdür, bir neçə festivallar müxtəlif illərdə aradan çıxdı. Məsələn, Montreal, Buenos Aires və s. Amma yenə də o festivallar ki var, ondan da yuxarı festival, onlar təqvim üzrə gedir. Almaniyada keçirilən Berlinari'də bir maraqlı məqam yaşandı. Biz Azərbaycan Media, Sinema Radio, Kino Radio kanalı olaraq məsələni daim müzakirədə saxladıq. Sevdə Wim Wenders, rejissor Wim Wenders çıxış etdi və dedi ki, bütün hallarda festivallar siyasətdən kənar olmalıdır. Çünki orada Fələstin problemi qaldırılmışdı və s. Hətta mitingdə olmuşdu. Mən yadımdadır ki, biz səninlə sualları müzakirə edirdik və mən dedim ki, bu sualı mütləq orada ver. Çünki Avropa, baxmayaraq ki, Cənubi Koreyadır bunun kökündə, amma bu festival Avropada keçirilir. Sən bununla bağlı nə deyə bilərsən? Mən əslində bu sualı yalnız bir kino rejissora, xanım kino rejissora ünvanlaya bildim. Çünki onun filmi də elə siyasi mövzuda idi. Ağır bir film idi. Söhbət Halam filmindən gedir və 1948-ci ildə Jeju adasında bugün hətta Koreyalıların özlərinin də etiraf etmədiyi, öz xalqına qarşı törətdiyi, yəni soyqırım kimi təqdim olunurdu bu hadisələr. 30 min insanın həlak olması ilə bağlı bir film idi. Həqiqətən çox gözəl, baxmayaraq ki, ağır mövzularda çox gözəl bir kompozisiyada hazırlamışdılar bu filmi və baş qəhrəmanı kiçicik bir qız idi. Bunu da qeyd eləmək lazımdır ki, Koreya aktyorlarının oyunçuluq, oynamaq qabiliyyəti uşaqdan böyüyə tutmuş həqiqətən çox yüksəkdir. Yəni bunu etiraf eləmək lazımdır və bu qızcığazın rolu diqqətdən kənar qalmadı. Halda bu filmin kino rejissoru Ham Young-mi ilə söhbət etmək imkanım oldu. O sualı bu cür səsləndirdim, amma tərcüməçi ona görünür biraz fərqli formada verdi. Hər halda gəlin qulaq asaq. Ümumi Koreya kinosu və onun gələcəyi barədə nə fikirləşir? Sinema Radio. 정치적인 맥락 안에서 이루어진다고 생각합니다. Yaşadığımız dünya siyasəti istisna edə bilməz. Hər şey siyasi kontekstdə inkişaf etdirilir və nəql olunur. Sevgi, tarix, cəmiyyət, hamısının siyasi dünya ilə şəxsiyyətlərarası əlaqəsi var. İstənilən filmdə siyasi cəhətdən çirklənməmək mümkün deyil. Mənim şəxsi baxış bucağımdan platforma həqiqətən də daha çox ictimaiyyətin diqqətini cəlb edib və Koreya film sənayesini ciddi şəkildə təşviq edib. Müxtəlif platformaların və süni intellekt sistemlərinin tətbiqinə baxmayaraq, son illərdə gənclərin bədii və dərin kinoya marağı daha da güclənib və daha çox motivasiya olunub. Mən çox pozitiv insanam və gənclərdən bu sferaya böyük sevgi hiss edirəm. Biz rejissorlar gələcəkdə daha real bir şey yaratmaq üçün daha çox səy göstərmək istərdik. Mən Koreya film sənayesində uzun müddətdir ki çalışıram. Debütümü çox gec etdim və indiyə qədər yalnız 2 film çəkmişəm. İndiki qadın rejissorlarla müqayisədə bu ayrı seçkilikləri daha çox birbaşa yaşamışam. İndi qadın rejissorlar daha çoxdur. Amma kommersiya filmləri barədə danışanda deyə bilərəm ki, kişi rejissorlar üstünlük təşkil edir. Koreya film sənayesi qadınların istehsal etdiyi filmləri irəli sürməyə meyillidir. Burada əsas qadın hekayələri ortaya çıxır. Mən də qadın rejissorları təmsil etdiyim üçün istər-istəməz güclü məsuliyyət hiss edirəm. Sinema Radio. Ümumiyyətlə, hər bir tədbirin yadda qalan məqamı olur da. Bu, Florensiyada keçirilən Cənubi Koreya Beynəlxalq Film Festivalının yadda qalan məqamı nə oldu? Nələr oldu sənin üçün bir jurnalist olaraq?
Əslində təşkilatçılıq, yəni çox önəmli idi mənim üçün. Maraqlı bəzi nüanslar, belə deyək də, insan axını ilə bağlı, bilet satışı ilə bağlı, hətta texniki problemlər yaşanmışdı və mən düşünürdüm ki, orada nəsə bir saxtakarlıq var, nəsə var burada. Yəqin ki, istəmirlər ki, və ya təhlükəsizlik nöqteyi baxımından bu cür yəni baş verdi. Bilet satışında Gonyu gəlişi ilə bağlı qalmaqal da yaşanmışdı. Amma çox gözəl bunun öhdəsindən gəldilər və daha çox imkan verdilər ki, Florensiya tamaşaçısı Gonyu ilə, məşhur aktyorla yəni görüşsün. Onun açılış mərasiminə təsadüf... Busan qatarı, bəli, məşhur o filmə baxmışam. Busan qatarı, bəli, təsadüfən gəlməsi, mənim onu ilk dəfə görməyim, həqiqətən bu maraqlı bir sürpriz idi. Çoxlu gənclər var idi, könüllülər var idi və hər şeyin qaydasında getməsini təmin edirdilər. Diqqətimi çəkən proqramın sıx olmasına baxmayaraq, Kəmran, məsələn, tamaşaçının belə səs verə biləcəyi anketlərin hazırlanması idi, jürinin çox belə deyək də, təşkil olunması idi, önəmli personlar, yəni müsiflər heyətinə daxil olmuşdu. Bu çox maraqlı məqam idi. Və ya proqramın çox, belə deyək də, çox olması hətta bizə, jurnalistlərə imkan yaradılmışdı. Platforma, deməli, streaming platforması vasitəsilə baxa bilmədiyimiz, yəni eyni vaxtda keçirilən bəzi tədbirləri sonradan izləmək imkanı verilmişdi. Yəni bu texniki məsələlər çox düşünürəm ki, mənim üçün yenilik idi. Etiraf edeyim ki, maraqlı idi və təbii ki, təqdirə layiq idi. Amma ən yadda qalan şübhəsiz ki, bu hadisənin əsas qəhrəmanı, fəxri qonağı, hətta Florensiya, belə deyək də, kommunasından ona, şəhər şurasından ona xüsusi belə Florensiya sakini mükafatı, Florensiyanın simvolik açarı da təqdim olundu. O özü çox, yəni belə deyək də, yeni idi İtaliyada. Ümumiyyətlə İtaliyaya ilk səfəri idi. Baxmayaraq ki, digər Avropa ölkələrində hətta Busan qatarı filmi ilə, Train to Busan filmi ilə hətta Kanada qatılmışdı. Bilirsiniz ki, çox yəni uğur qazanmış action, zombi thrillerdir. Yəni ki, bu ilk dəfə Koreya tarixində belə bir film çəkilmişdi və doğrudan da böyük kassa toplamışdı. Hər halda bu təcrübəyə baxmayaraq İtaliya və xüsusilə Florensiyaya gəlmək onun üçün böyük bir yenilik idi. Yəni hər şey onun üçün yeni təəssüratlar idi. Masterclass həqiqətən çox heyran edici keçdi. Yəni publikanın ona heyran olması, düzdür, publikanın suallar vermək imkanı olmadı. Çünki həqiqətən kino təcrübəsi, rol belə deyək də, təcrübəsi geniş olduğu üçün söhbət yəni biraz daha çox peşəkarlar arasında aparıldı. Biz sadəcə izləyirdik. Mən düzdür masterclass-a yarımçıq qatıldım, amma yenə də çox gözəl bir əhval var idi orada və şübhəsiz ki, mənim üçün ən yadda qalan İlk yəni Train to Busan filminin təqdimatında yenə də başrol ifaçısının iştirakı idi, sürpriz oldu, gözlənilmirdi bu. Yəni bu biraz fərqli ab-hava qatdı sözsüz ki bu filmə və ən təsirli daha öncə İnternet vasitəsilə izlədiyim bir filmdir, Silence filmi. Bu, düşünürəm ki, Koreya kinematografiyasında ən əhəmiyyətli filmlərdən biridir və Gong Yoo bu filmlə bağlı öz fikirlərini paylaşarkən ən çətin, onun üçün ən çətin rollardan birinin olduğunu vurğuladı. Əslində, o bu filmin təşəbbüskarı idi və bu filmə görə, bu film bir neçə ay çıxandan sonra hətta Koreyada uşaq istismarı ilə bağlı qanunda dəyişikliklər etdi. Çox ağır bir filmdir. Yəni real hadisələrə əsaslanıb. Gong Yoo əskərlikdə olarkən bu əsəri oxuyub və təşəbbüskar olub, müraciət edib rejissorlara. Yeri ki, filmin rejissoru məşhur Squid Game yəni serialının rejissoru olub. O da biraz tərəddüd edib filmi çəkməkdə. Çünki ağır mövzu olduğu üçün və bilirdi ki, cəmiyyət buna biganə qalmayacaq. Hər halda Gong Yoo'nun bu filmlə bağlı fikirləri mənim çox diqqətimi çəkdi. Çünki bir valideyn kimi mənə də çox ağır idi bu filmi böyük ekranda izləmək. O deyirdi ki, biz filmin kommersiya uğuru barədə fikirləşmirdik. Filmin əhəmiyyətini, yəni sözsüz ki,
vurğulamaq, ona görə filmi təqdim eləmək, çəkmək istəyirdik, amma bizi çox narahat eləyirdi, çünki rola uşaqlar dəvət olunmuşdu və o uşaqlar, yəni özləri bu belə deyək də bu ssenarini necə canlandıracaqlar və eyni zamanda bu hadisələrin real qurbanları olmuş insanlar, onlara biz təzədən travma yaşada biləcəyimi, buna görə çox narahat idim, amma hər halda çox böyük bir təşəbbüs və böyük bir əhəmiyyətli bir iş idi və bu filmi xüsusi vurğulamaq istədim. Sevda, təşəkkür edirik təmsil etdiyinizə, təəssüratlarınızı bölüşdüyünüzə və ümumiyyətlə tam geniş məlumat verdiyinizə görə Cənubi Koreya kinosu haqqında. Və biz düşünürük ki, bizi qarşıda başqa təmsilçiliklər gözləyir. Qarşıdan Venesiya gəlir. Nəzərə alaq ki, İtaliya kinosu bir sıra dünya kinematografiyaları üçün ilham mənbəyi olub və sizin də orada olmağınız, sənin orada olmağın imkan yaradır ki, biz müxtəlif festivallarda, müxtəlif platformalarda dünyanın bütün ölkələrinin, bütün xalqlarının danışdığı yeganə dildə, kino dilində danışaq və onu bizim tamaşaçılara, dinləyicilərə, Sinema Radio, Kino Radio kanalının 7 ildən artıq yol gələn bir Kino Radio kanalın daimi yaxud yeni qoşulan izləyicilərinə təqdim edək, minnətdarıq. Sinema Radio, Sinema Radio, Sinema Radio.